evimizdə əksər elektron cihaz sönülü görünsə də, əslində enerji sərf etməyə davam edir. Qısa xəbər az xəbər verir ki, mütəxəssislər bunun zaman keçdikcə elektrik xərclərini gözlənilməz dərəcədə artırdığına diqqət çəkirlər. Xüsusilə televizorlar, printerlər, masaüstü kompüterlər, səs sistemləri və oyun konsolları kimi bir çox cihaz səssizcə enerji istehlak edir. Uzaqdan idarə etməklə söndürülən cihazlar isə tamamilə sönmək əvəzinə gözləmə rejimində işləməyə davam edərək ay ərzində elektrik sərfiyyatını əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislərin araşdırmalarına əsasən gözləmə rejimində olan televizorlar saatda təxminən 1-5 watt enerji sərf edir. Mütəxəssislərin araşdırmalarına əsasən gözləmə rejimində olan televizorlar saatda təxminən 1-5 watt enerji sərf edir. Lakin bu göstərici inkişaf etmiş oyun konsollarında saatda 1 watt-a qədər yüksələ bilər. Bundan əlavə mikrodalğalı sobalar, paltarlayan maşınlar, elektrik jalüzləri, görüntülü domofon sistemləri və toxunuşla işləyən işıqlandırma sistemləri də az miqdarda olsa belə daimi şəkildə enerji sərf edir. Elektrik yuvasında unudulan telefon şarj cihazları isə bu görünməz enerji oğruları arasında mühüm yer tutur. Bu tip cihazların enerji sərfiyyatını minimuma endirmək üçün istifadə olunmadıqda onları tamamilə söndürmək və ya elektrik şəbəkəsindən ayırmaq tövsiyə olunur.